Sizce ilk tibbi yardım bacağına malik olmak ne için vaciptir? Ne için vaciptir Səbinə? Bence ilk tibbi yardım bacaklarına malik olmak çünkü mesela bizim hekim yoktu, biz uzak bir yerde hekimde geçerler. Kızım ölümden geçmiş yoldaşımıza su ile onun geçmiş şeylerler. Onun göre başına ilk tibbi yardım bacaklarına. Bəli, hər bir insan ilk tibbi yardım bacaqlar bilir. Sizcə ilk tibbi yardım göstərən yalnız həkimlər mi bilməli, daha uşaqlar? Həkimlər bilməli, məndə də bu yox. Hər bir sinif otağında mütləq ilk tibbi yardım çantası işlənmiş olur. Hər sinif otağında. Hədicə. Maşınlarda da olmalıdır. Bəli, başla Cihan. İş yerlərində, bütün sahələrdə ilk tibbi yardım bacarıqları və ilk tibbi yardım çantası olmalıdır. Bəli, mütləqdir. Nələr də olmalı, biz hamısını bilməliyik. Davranış qaydalarını bilmək lazımdır. Cərəyan vurmasında yaşayan və elektrik götürücülərinə yaxud cihazlara toxunmaq olmaz. Azaldacaq. Məsələn, əgər sınan barmaqdırsa, onu sağlam barmaqla birlikdə sarmaq lazımdır. Dərsimiz də olsa, qısa da olsa, bir məlumatımız olur. Düzdürmü? Bu gəlir Osmanlıca. Velosiped sürərkən yıxılan dostumuza necə yardım edərdiniz? Necə yardım edərdiniz? Gülər. Məsələn, onun qırılırsa, biz xətkeş və birinci götürməliyik. Xətkeşi qoluna qoyaraq birinci sarmalıyıq. Əgər dostumuz özünü pis hissedirsə, təcil tibbi yardıma zəng vurmalıyıq. Bəli, təcil tibbi yardıma zəng vurmaq. Düzdür. Nə zaman təcil zəng vura bilərik? Başqa hansı hallarda? Səbinə, başqa hansı hallarda zəng vura bilərik? Aha, görür ki, qanama bir yarım saat ərzində kəsilirsə, biz neyinirik? Tibbi yardım mərkəzinə zəng Sadece 15 dakikasında soyunmalar suyun altında saklanmaz. Sağlam olmaz bildirir ki, yalnız zamanı derinde artık istediği yanar.
Bildiklərimiz günəş yanıqlarına da aiddir. Orada da ilk yardım soyuq axar sudan başlanmalıdır. Zədələnmiş yeri soyuq suyla soyulandan sonra ona yanıq əleyhinə süzülür. Biləndik. Qəmər. Videoda yandığı zamanı əlimizin üzərinə buz qoymalıyıq. Buz əlimizi daha da yandırır. Yandıra. Aferin. Tamam. İkinci şəkildə gördüyümüz kimi uşaq elektrik naqilini toxunur. Ancaq bu elektrik naqilinin bəzi simləri qopmuşdur. Əgər o ona əlini vursa, elektrik onu vura bilər. Bəli. Sizcə şəkillərdə göstərilən tədbirləri necə qoruna bilərik? Necə qoruna bilərik Arda? Birinci şəkildə elektrik naqilinin əlini vurmaq və ona təqdim etmək olar. Bu bizi elektrik vurmasına Qız neyniyər ya ayaqda? Həmin vaxt neyniyərsən? Ən başda işıq idarəsi. Düzdür, sahədir da, düzdür, açılmış sahədir uşaqlar, düzdür, Ən yaşlıdır. başda böyüklərimizi xəbər verərik və işıq idarəsinin bir nömrəsini verərik. Bir qartı qoyuyoruz qəşəng, əllə su, yavaş qəşəng. 5-10 dəqiqə gözləməliyik, sonra isə əlimizi verir. Bəli, ki əsas odur ki, yaxına tutmasan da evin havasına gedəndə çox yaxına tutsaq nə baş verər Ayşə? Yəni ev yana bilər, həm də o qardan o lif gəlir. Yox, əlini yaxına tutsaq Səbinə. Əllərimiz şişəcək. Bəli, əlimiz çox istiyə tutsa soyuq halda nə edə bilər? Şişmə baş verər, aferin. Və sonuncu şəkildə Xədicə, necə qoruna bilərdin? Elektrik naqilinin üstü açıqdır. Özünü xüsusi... Bəs borçdan nə edərdin ay Xədicə? Kimsə böyüklər çağırmaq olardı da, düzdürmü qızım? Əyir. Bundan hansı hallarda istifadə edə bilərik? Hansı hallarda? Arda, hansı hallarda istifadə edə bilərik? Xəttkeşlə bintlə bərabər qolumuz əcəlsizlikdə xəttkeşlə birlikdə, bintlə birlikdə onu sabitləmək olar. Bu şəkildə qolumuza bir dayaq olmuş olar. Aferin sənə, ilk yardım edə bilərsən. Məhəmməd, sən necə istifadə edərik? Bax, oradakı verilən nə var? Dostumuz velosipeddən yıxılır və biz onu birinci suyla yıxmalıyıq. Ondan sonra o suyu qurduqdan sonra hidrojen peroksi vurub onu pambıqla təmizləməliyik. Görürsünüz ki, hidrojen peroksi Nəyə görə istifadə edirlər aşıq? hidrojen peroksi yaramızın içində mikroblar varsa onu Çıxartmaq üçün. çıxartmaq üçün və onu köpük vasitəsilə çıxartmaq. Əgər mikrob onun daxilində qalsa, uşaqlar çirk baş verə bilər orada. Buna görə ilk öncə onu töküb, aferin. Başqa, Tahir, sən necə istifadə edərdin buradakı ləvazimatlardan? Aha, bax, bunu necə istifadə edir? Bax, pambıq var, yud var. Bəli, düzdür, aferin. Hansının yararla qiymətləncə, onunla tanışılır. Baxın, tapşırığı düzgün yerə getirirlər. Nizam-intizam qaydaları, təqdimat və əməkdaşlığınız nəzərə alınacaq. Ona görə nə etməliyik? Biz diqqətli olmalıyıq. Can qoruyucular qrupu, yardım əlləri, əyər qurtaranlar qrupu, şəfqət. Güneş seni incitse, apararam kölgeye. Biraz su da içirdim, koyarım rahat yere dostum. Eğer yaralansa, tez kömeye kaçarım. Hiç korkmaram, hiç çekinmeden, tez kömeye kaçarım. Burun kanı gelirse, başını öne eğerim. Burnunu sıkarak, kanı tez saklayarım dostum. Eğer yaralansa, tez kömeye kaçarım. Hiç korkmaram, hiç çekinmeden, tez kömeye kaçarım. El yanarsa derhal ben soyuk suyla soyudarım. Buz koymadan korkmadan tez hekime çattırarım dostum. Eğer yaralansa tez kömeye kaçarım. Hiç korkmaram, hiç çekinmeden, tez kömeye kaçarım. Can qoruyucular qrupu. Buyurun, təqdimatını edə bilərsiniz. Ondan qorunmaq üçün hansı təhlükəsiz qaydalarına əməl etməlisiniz? Can qoruyucular qrupu, qrup işləmçiləri, Zəzərli Sercan Məmmədov İlham və Quluzaylarla Xəmzət Mədov Ülisi
adı Bakıyeva məydana, adı gözəl bu gibi. Bir, əldə sulu halda elektrik naqillərinə və elektrik cihazlarına əl vurmamaq. 2. Elektrik naqili qopduqda yaxın durmaq və əl vurmaq olmaz. 3. Elektrik naqilini uzun tərəfindən tutub çəkmək olmaz. Dinlədiyiniz üçün təşəkkür ederim. Güzel. Alkışlayalım uşaqları. İkinci grubumuz olan grubumuz gəlsin, yardım əlləri. Onların grup işindən tanış olaq. Evimizdə qazla işləyən cihazlarla necə rəftar etməli və qazdan zəhərlənən adama necə ilkin yardım edə bilərsiniz? Yardım əlləri qrupunun iştirakçıları Ənkişeva Nuray, Əliyeva Mədinə, Yaqiyeva Nərmin, Əliyev Nurlan, Bayramlı Murad və Akayev Samər. Birinci sualın cavabı. Qazı yandırarkən diqqətli olmalıyıq. Çünki partlayış baş verə bilər. 2. İkinci sualın cavabı. İlk başda ona bu su içilməliyik. Bəzi hallarda busmağa məcbur edirik və bu xeylidir. Ancaq bu bəzən zərərli olur. Hər zaman təcil tibbi yardım çağırmaqdır və o gələnə kimi tibbi yardım etməliyik. Nömrəsi 103-dür. Aferin. Alkışlayalım uşaqlar. Xəmkeş ilə işləmək lazım. Bizi də sınmış hissəni hədəlmək olar. Sınmış hissəni hədəlmək olmaz. Hər kəsin ağları biz mənim kazanırız. Alkışlayalım uşaqlar. Məhəmməd Nilüfər, Ələfər Oxuya, Hüseynova adı, Fərzəliyə və Davranı. İlk öncə insani zərbidən çıxarmalıyıq. Sonra onu suni tənəffüs və yardım qarşı etməliyik. Sonra onu bir az aşağıda əyərək yarım hissəsindən maşın edərək suyu xaric etməliyik. Əgər hələ boğulan insan özünə can versə, təcili bir yardıma çağırmalıyıq. Həkim, Sadiq olduğuna, uşaqlar, gözəl olaylar, İskəndərlər, Güneşəm, pardon parıldayaram. Mən çox yaxşıyam. Hər yeri sildirəm. Amma diqqətli olun, başınız ağrıyar. Bunu bilin. Yayda oynamaq çox xoşdur. Güneş də mənə heç nə bilməz. Məhəmməd, papaq taxmamısan, su etsinsən. Diqqətli ol. Belə günəşdə anam məni çətirsiz bir yataqlarsız köy çıxmaqdığını verir. Ayşə düzdür, günəş də zarfat olmaz. Başını güzəllər, vermiyoruz. Məhəmməd, sən çox günəşin altında qaldın. Bəlkə gizli olur, səni köylədir. Ay uşaqlar, çox soğukdur. Özümü yaxşı hiss etmirəm. Aydan, çox istidir. mən tez tibbi yardım çağırırsın. Məhəmməd, su iç, nəfəs al. Tahir, tez tibbi yardıma zəng vur. Aynen, bunu təşkilatınızı yumur. Hər şeydə yardım göndər. Salam uşaqlar, mən həkiməm. Sən şana çevirə bilərəm. Dostumuzu yumur. Biz onu çözüyə vardım, iş tibbi yardım göstərdik. Amma hər an gözünə pis hiss. Kim olması ciddi olacaq? Hem çocuklara düz et. Bizim olmaz zamanında ben tekrar göstereyim. Çok tehlikeli olur. Eğer siz güneş altında uzun müddet durursanız baş gecəllənmə, halsız və hətta qusma ola bilər. Kim olmaz zamanında eğer xəstəniz ağırlaşsa siz bir yardıma zəng etmək lazım. Qiymətləndirək. Üçüncü qrupumuz olan həyat qurtaranlarımız. Bunların da tapşırıqları düzgün yerinə yetirdilər. Nizam-intizam qaydaları yerində idi, təqdimatlarda ancaq əməkdaşlıqda zəifdir. Dördüncü qrupumuz sağlamlıq keşikçiləri. Tapşırıqları düzgün yerinə yetirdilər. Nizam-intizam qaydaları da yerində idi, təqdimatda, əməkdaşlıqda da bütün qrup iştirak etdi. Sonuncu qrupumuz olan şəfqət qrupu da tapşırıqları düzgün yerinə yetirdilər. Nizam-intizam qaydalarda, təqdimatlarda, əməkdaşlıqlarda hər biri oldu. Bütün komandalarımızı almışdılar. Hər birisi yüksək qiymətlərdə çox böyük uğurlar oldu. Həm də çox inkişaf etmək üçün
çox əziyyətləri olurdu ki, müasir avadanlıqlarla təchiz edilmişdi. Müasir diaqnostik və müalicə cihazları ölkəyə gətirmişdi. Azərbaycan Tibb Universiteti beynəlxalq standartlara uyğunlaşdırmış xaricdə təhsil almanın imkanını artırmışdı. Dünya Səhiyyə Təşkilatı ilə əlaqədar gücləndirilmiş yeni müalicə metodları tətbiq etmiş, tibb işçilərinin ixtisaslaşması üçün kurslar və təlimlər təşkil edilmişdi. Uşaq və yaşlılar üçün proqram yaradılmış, əhalinin tibbi xidmətlərə çıxışını artırmışdır. Kənd və şəhər arasında tibbi xidməti bərabər paylaşmışdır. Harada nə iləndir? Biz ilk tibbi yardım. İlk tibbi yardım özür. Sizə nəsə qaranlıq qaldı uşaq? Qaranlıq qalan məqam olmaz ki. Uşaqlar, indi ilk tapşırıqda verim sizə. Evdə ilk tibbi yardım hər bir şagird bir təqdimat hazırlayıb gətirəcəklərsiniz. Olur. İndi gündəliklərinizi açın. Tez saxlayaram dostum əgər yaralansan Tez köməyə qaçaram Heç qorxmaram, heç çəkinmərəm Tez köməyə qaçaram Əl yanarsa dərhal mən Soyuq suyla soyudaram Buz qoymadan, qorxmadan Tez həkimə çatdıraram dostum əgər yaralansa Tez köməyə qaçaram Heç qorxmaram, heç çəkinmərəm Tez köməyə qaçaram Hər an dostlar kömək olsun Gülə-gülə yaşayaq Sağlam olaq, xoşbəxt olaq Həyatı sevərək yaşayaq